Salam, xoş gördük hər birinizi. Bu gün 26 mart 2026-cı il tarixində Logos Lab platformasında 19-cu müzakirəmizə başlayırıq. Yəni biz 19-cu mövzunu müzakirə etməyə çalışacağıq. Bu gün müzakirə üçün seçmiş olduğumuz mövzu beyin niyə müharibəyə sövq edir? Yəni belə bir maraqlı mövzudur. Və bu mövzunun araşdırılması üçün əsas məqsədimiz nədir? Yəni biz sivilizasiya tarixinə baxarıqsa, təqribən 4, daha doğrusu 5-6 min illik tarix ərzində insanların müharibəyə cəlb olunmadığı yalnız 300 ilə rast gələ bilirik. Yəni eramızdan əvvəl 4-cü, 3-cü minillikdən etibarən sivilizasiya formalaşmağa başlayır və müasir dövrə qədər keçən bir uzun tarixi zaman ərzində təqribən 300 il zaman müddətində insanlar ciddi hərbi konfliktlər, müharibələr etməmişdilər. Təbii ki, bu 300 il, yəni bu ardıcıl keçən bir zaman müddəti deyildir. Yəni bu ayrı-ayrı zaman kəsikləridir. Biz toplasaq təqribən 300 il müddətinə bərabər bir zaman əldə etmiş oluruq. İndi sual bundan ibarətdir ki, insanlar niyə bu qədər ciddi şəkildə müharibəyə meyillidir? Yəni biz bunu necə izah edə bilərik? Əgər biz insanların müharibə meylini aradan qaldırmağa çalışarıqsa, insanlar arasında sülh, əməkdaşlıq, harmoniya, yəni bu baxımdan olan bir pozitiv sosial davranışın daha çox olmasını arzu edəriksə, ilk növbədə həmin səbəblərin, yəni müharibəyə sövq etmə səbəblərini aşkarlamalıyıq və bunun üzərində düşünməliyik. Təbii, insanlar niyə müharibəyə cəlb edilir? Yəni müharibə meyli hardan yaranır? Yəni bunun müxtəlif rakurslardan izah edilməsi mümkündür. Məsələn, iqtisadi səbəbləri biz araşdıra bilərik. Digər bir rakursdan məsələyə biz siyasi aspektdən yanaşa bilərik. Yəni müxtəlif ideologiyalar, siyasi maraqların toqquşması bu təbii ki, müharibələrin, silahlı konfliktlərin meydana çıxmasını şərtləndirə bilər. Digər bir aspekt, məsələn, dini aspektdən yanaşa bilərik. Daha fərqli bir aspekt burada tarixi maraqlar ola bilər və s. Amma digər bir aspekt, yəni bu adətən çox diqqət mərkəzində olmur. Yəni bu müharibənin nevropsixoloji aspektdən izah edilməsidir. Və bu o deməkdir ki, yəni əslində müharibə bu insanların mərkəzi sinir sisteminin fəaliyyəti ilə bağlıdır. Yəni orta statistik insan, yəni onun mərkəzi sinir sistemi həmin insanda müharibəyə meyli yarada biləcək bir mental sistemin formalaşmasına gətirib çıxarır və həmin mental sistem, yəni bu bazis funksiyasını özündə daşıyır. Əgər bu vardırsa, digər səbəblər, yəni iqtisadi, siyasi, dini və digər səbəblər sadəcə olaraq həmin bazisin üzərində bərqərar olmuş, yəni ikinci, üçüncü, dördüncü, beşinci və s. tərtibdən olan səbəblərdir. Deməli, ilk növbədə həmin bazisi, həmin fundamenti araşdırmaq lazımdır və bu da bizi zəruri şəkildə nevropsixoloji aspektlərin analiz edilməsinə gətirib çıxarır. Və nevropsixoloji aspekt, yəni adından göründüyü kimi bunun iki rakursu, iki tərəfi vardır. Yəni bu neuronal sistemin analiz edilməsi üzərində araşdırmanın aparılmasını tələb edir. Digər tərəfdən isə, yəni neuronal sistem insanda mental sistem, psixoloji sistemin formalaşmasına gətirib çıxarır və digər aspektdən də həmin o müharibəyə meyillilik psixologiyasının formalaşmasına gətirib çıxaran səbəblərin analiz edilməsi lazımdır. Beləliklə müzakirəyə biz başlasaq, birinci aspektdən məsələyə, yəni birinci səbəb kimi nəyi göstərə bilərik? Yəni bu konfliktlərin təkamül fundamenti, təkamül rakursundan izah edilməsi ilə bağlı ola bilər.
Yəni insanın mərkəzi sinir sistemi, bu baş beyin sistemi, bunun formalaşmasında əgər biz təkamül rakursundan çıxış edəriksə, bütün canlılar üçün xas olan ətraf mühitə uyğunlaşma, adaptasiya instinktinin təsir dinamikasını görə biləcəyik. Yəni mərkəzi sinir sistemi bu müəyyən atributlara malikdir və bu atributların da formalaşması bu təsadüfən ola bilməz və bunun bir elmi izahı olmalıdır. Və elmi izahda bu günlər bizim elmi cəhətdən gələ biləcəyimiz ən yaxşı izahat bu təkamül paradigmasıdır, təkamül mexanizmidir. Və təkamül mexanizmindən, paradigmasından çıxış edən zaman biz izah edə bilirik ki, insanın biosistemində digər orqanlar kimi beyin də, yəni baş beyin sistemi də niyə məhz bu atributlara malikdir. Və biz xatırlasaq daha doğrusu, yəni təkamül paradigması nəyin üzərində qurulur? Yəni bu adaptasiya prosesinin üzərində qurulur. Yəni bütün bioloji növlər ətraf mühitə ilk növbədə adaptasiya olmağa çalışır. Yəni bu bioloji adaptasiyadır. Təbii ki, sağ qalmaq uğrunda mübarizədən qalib çıxa bilən, üstün ola bilən bioloji fərdlər deməli sağ qalmağı bacarır, öz genetik informasiyasını ötürməyi bacarır, yəni daha təminatlı şəkildə ötürməyi bacarır və onların da sağ qalmasına, yəni adaptasiya olunmasına imkan verən bilik və bacarıqlar, yəni bunlar itib gedə bilməz, yəni genetik informasiya şəklində kodlaşaraq nəsildən nəslə ötürülmüş olur. Və insanın digər canlılardan, yəni ingilis dilində qeyd etsək, non-human animals, yəni bunlardan fərqli olaraq mərkəzi sinir sistemi daha mürəkkəbdir və daha mürəkkəblik, yəni onlardan fərqli olaraq insanın yalnız ətraf mühitə bioloji adaptasiyası deyil, həm də psixoloji, mental adaptasiyasını zəruri edir. Və istənilən halda əgər biz adaptasiyadan danışırıqsa, bu rəqabət mühitinin olmasını göstərir. Yəni adaptasiya prosesi sağ qalmaq uğrunda mübarizə, bu artıq ziddiyyətdir. Bu artıq deməli heyvanlar aləmində bioloji növlər və daha doğrusu bioloji fərdlər arasında, eyni zamanda bioloji növlər arasında sağ qalmaq uğrunda mübarizəni özündə əks etdirir. Və insan da bu biosistemin bir ayrılmaz bir parçasıdır və zəruri olaraq insanın da mərkəzi sinir sistemi yalnız Homo sapiensə xas olan genetik informasiyanın daşıyıcısı deyil, yəni Homo sapiensin genetik baxımından bağlı olduğu digər deməli bioloji növlərə də xas olan genetik informasiya burada bu və ya digər şəkildə öz təsirini göstərə bilər, öz əksini tapa bilər. Və buna görə də biz bu aspektdən çıxış edəriksə, yəni müasir sivilizasiyada yaşayan insan, yəni 21-ci əsrdə yaşayan insan yalnız müasir sivilizasiyanın doğurmuş olduğu, yəni şərtləndirdiyi təsirləri özündə əks etdirmir. Yəni mərkəzi sinir sistemi yalnız müasir sivilizasiyanın, yəni insan beyninə olan təsir dinamikasını əks etdirmir. Yəni bu belə deyək, həmin xətt üzvə, zəncir üzvə, yəni sivilizasiya qədər ki, inkişaf mərhələsində olan insanların da toplamış olduğu bilik və bacarıqların bizə ötürmüş bacarıqların genetik informasiya şəklində bizə ötürülməsi və bunun da bizim hətta müasir sivilizasiyada belə davranış və seçimlərimizə olan təsirini özündə əks etdirir. Yəni biz sanki bir zəncir ilə hətta sivilizasiya qədər ki, daş dövründə yaşamış olan əcdadlarımız ilə də bağlıyıq. Yəni onlar həmin mühitdə, yəni həmin şərtlər altında necə davranıblarsa, necə emosional reaksiyalar göstəriblərsə, yaşamaq uğrunda mübarizə, adaptasiya prosesində hansı bilik və bacarıqları toplayıblarsa, yəni bütün bu mürəkkəb sistem bir genetik informasiya kod sistemi şəklində bu günləri sivilizasiya şəraitində yaşayan müasir insanın da seçim və davranışlarına təsir göstərir.
Və siz deyə bilərsiniz ki, müasir insan, yəni bunun qarşısını niyə almır? Bir halda ki, insan rasional varlıqdır və bilir ki, müasir sivilizasiyanın şərtləri bu daş dövründə yaşayan insanın yaşayış şərtləri, adaptasiya olunmaq zərurətindən doğan şərtlər ilə eyniyyət təşkil etmir. Onda insan niyə bunun qarşısını almır? Yəni müasir dövrdə. Amma bu mexanizmin təsir effekti, yəni təkamül mexanizminin təsir effekti, yəni bu genetik informasiyanın illər ərzində, əsrlər ərzində, minilliklər ərzində toplanmış olan genetik informasiyanın bizim mərkəzi sinir sistemimizə təsir dinamikası bu avtomatik prosesdir. Yəni biz çox zaman həmin təsir effektlərinin belə fərqində olmuruq. Yəni şuur səviyyəsinə qalxa biləcək təsir effektlər deyildir. Və buna görə də biz bunun fərqində deyilik. Biz sanki bu rakursda bir biososial robot kimi, yəni həmin təsir effektlərinin öz üzərimizdə olan effektlərini, öz üzərimizdə olan təsirlərini göstərmiş oluruq. Yəni biz avtomatik olaraq həmin təsirlərin altında davranırıq, emosional reaksiyalar göstəririk və s. Və bu kontekstdə, yəni giriş olaraq biraz geniş bir mənzərə yaratmağa çalışdıq. Yəni bu kontekstdə maraqlı bir məqam bundan ibarətdir ki, insan beyni, yəni mərkəzi sinir sistemi yalnız insanlar arasında sülh münasibətlərinin formalaşması üçün optimal şərait vəd etmir. Yəni o demək deyildir ki, insanın mərkəzi sinir sistemi yalnız insanların sülh, əməkdaşlıq, harmoniya şəklində yaşayış tərzini şərtləndirə bilər. Belə deyil. Yəni bu da vardır təbii ki, amma digər tərəfdən, yəni məhz bizim beynimiz, yəni mərkəzi sinir sistemimiz insanlar arasında olan ziddiyyətin, müharibələrin, konfliktlərin olmasını şərtləndirir. Və qeyd etdiyimiz bunun bir səbəbi həmin adaptasiya prosesində, yəni təkamül mexanizmi üzrə adaptasiya prosesində sağ qalmaq uğrunda bizim əcdadlarımızın aparmış olduğu mübarizənin bizim üzərimizdə olan təsir effektləridir. Yəni həmin dövrdə həmin o ziddiyyətin doğurmuş olduğu təsir effektləri bu gün də bizim mərkəzi sinir sistemimizin fəaliyyətinə təsir göstərir. Yəni biz bilərəkdən və yaxud bilməyərəkdən həmin təsirlər altında yenə də müharibələrə, konfliktlərə və s. Meyilli olmaqda davam edirik. Və bir qədər genişləndirsək mövzunu, biraz da mövzunun daha dərin alt qatlarına keçid alarıqsa, deməli, mübarizə nəyin üzərində gedirdi? Yəni adaptasiya olunmaq üçün, yəni və yaxud təkamül deyək mexanizmi üzrə yaşamaq uğrunda mübarizə nəyin üzərində gedirdi? Yəni bu təbii ki, qida üzərində gedirdi. Yəni qida resursları əgər biz sivilizasiya qədərki inkişaf mərhələsindən danışırıqsa, ümumiyyətlə bütövlükdə canlılar aləmindən danışırıqsa, yəni adətən deməli qida resursları bioloji növlər və bioloji fərdlər arasında, yəni bu bərabər paylanmır və bu əgər biz sivilizasiya qədərki inkişaf mərhələsindən danışırıqsa, yəni daş dövründə yaşayan insan sürüləri və yaxud qəbilə tayfa birlikləri, yəni onların qida əldə etmək üçün öz aralarında ciddi bir rəqabətə girməsini ehtimal etmək çətin deyil. Yəni həmin dövrdə əgər insanlar qidanı ovçuluqdan və yaxud yığıcılıqdan əldə edirdilərsə, deməli bu zaman sağ qalmaq üçün, qidalanmaq üçün deməli qida resursları ilk növbədə ərazi üzərindən bir rəqabətin olması qaçınılmaz idi. Yəni hansı insan birlikləri qida əldə edə biləcəkləri ərazini tapa bilirdilərsə, bunu mühafizə edə bilirdilərsə, öz rəqibləri üzərində üstünlüyə malik ola bilirdilər. Yəni bu faktın özü, yəni qida əldə etmək üçün rəqabətin meydana çıxması bu artıq insanın formallaşması zamanından etibarən onlar arasında artıq mübarizənin, konfliktin olmasını şərtləndirir. Yəni insanlar formalaşdığı zamandan belə, yəni müharibələrdən, təbii ki, müasir müharibə anlamı deyil, yəni o dövrün primitiv bir mübarizə, konflikt, yəni bu
aspektinə biz nəzər salarıqsa, həmin konfliktlərdən heç bir zaman kənarda ola bilməzdilər. Yəni bu qaçınılmaz bir faktdır. Və burada digər bir məqam, yəni insanlar arasında olan konfliktin ümumiyyətlə bu bütövlükdə canlılar aləminə xasdır. Yəni hətta qeyd etdiyim non-human animals, yəni onların hamısına xasdır. Bu nəsil artırma uğrunda rəqabətin olmasıdır. Yəni biz nəsil artırma bunu sadəcə bir rəvan, konfliktsiz bir xəttlə baş verməsini heç bir zaman güman eləyə bilmərik. Yəni bir məntiqi argumentasiya mexanizm qurmağa başlasaq, yəni burada hər bir erkək növ, yəni bütövlükdə biz canlılar aləmində nəzərən bunu qeyd edirik. Yəni heyvanlar aləmində hər bir erkək növ öz genetik informasiyasını daha etibarlı şəkildə ötürmək üçün öz rəqibləri olan digər erkək növlər, üzr istəyirəm, erkək fərdlər ilə həmişə rəqabət şəraitində olurlar. Yəni hər bir erkək fərd, yəni öz genetik informasiyasının daha təminatlı şəkildə ötürülməsinə çalışır. Yəni bu bir avtomatik prosesdir, instinktiv prosesdir və bu zamanda daimi olaraq digər erkək fərdlər ilə həmişə rəqabətdədir. Yəni bundan qaçmaq mümkün deyil. Və bunun müxtəlif təzahürlərini müşahidə etmək mümkündür. Yəni bu heyvanlar aləmində, məsələn, heyvanlar aləmində erkək fərdlər cütləşməkdən əvvəl və cütləşdikdən bir zaman sonrası deməli, öz tərəf müqabilləri kimi seçmiş olduqları dişi fərdi öz rəqibləri olan digər erkək fərdlər ilə cütləşməsinin qarşısını almağa çalışırlar. Yəni burada ciddi bir mühafizə sistemi qurmağa çalışırlar. Və hətta maraqlı bir, məsələn, bu nüansda maraqlı bir heyvanat aləmində maraqlı bir nümunə gətirək. Yəni bilmirəm bu nə dərəcədə düzdür, yoxsa yanlışdır, amma oxuduğum qədərilə, məsələn, böcəkləri götürmüş olarıqsa, böcəklər, yəni söhbət erkək fərddən gedir. Yəni cütləşməkdən sonra, yəni, bu prosesdən sonra bir müddət dişi fərdin üzərində oturmuş vəziyyətdə olur. Yəni qalmış bir vəziyyətdə olur. Və bu şəkildə digər rəqibi olan erkək fərdlər ilə həmin dişi fərdin təkrar cütləşməsinin qarşısını almağa çalışır. Yəni bu yalnız təbii ki, qeyd etdiyim kimi, yəni bu misaldan biz görürük, bu yalnız insanlara və yaxud hətta məməlilər sinifinə xas olan bir davranış deyildir. Yəni bu bütövlükdə heyvanat aləmində müşahidə edilən bir tendensiyadır. Və burada əgər biz rəqabətdən danışırıqsa, rəqib erkək fərdlərdən danışırıqsa, deməli bu artıq bir konflikt deməkdir, bir ziddiyyətin yaranması deməkdir. Və yaxud digər bir aspektdən biz çıxış etsək, yəni bu ərazinin mühafizə edilməsi yalnız deyək ki, qidalanma ilə bağlı deyil. Yəni burada nəsil artırma bir məqsədləri də ola bilir. Məsələn, əgər erkək fərdlər adətən dişi fərdləri özlərinə cəlb etmək üçün, yəni bir strategiyada bu qidalanma, yəni qida resursu olan ərazini seçmək, onu öz rəqiblərindən mühafizə etmək, yəni özünün sahib olduğu, özünün yiyələndiyi bir ərazi yaratmaq, bir territoriya, yəni belə bir sahə yaratmaq və buradan deməli dişi fərdləri özlərinə cəlb etməyə çalışırlar. Və təbii ki, həmin əraziyə, yəni rəqibi olduğu digər erkək fərdlərin daxil olmasının qarşısını almağa çalışırlar. Yəni bu da bir ziddiyyətin yaranması deməkdir. Və burada deyə bilərsiniz, niyə dişi fərdlər məhz belə bir erkək fərdlərin cazibəsinə tabe olurlar, yəni bir növ cəlb etmə prosesi gedir. Çünki genetik informasiyanın təminatı, yəni bu həm də daha optimal şərtlər altında qida resurslarına çatanlığın əldə edilməsidir. Əgər erkək fərd bu qida resursunun daha optimal şərtlər altında təqdim edilməsini həyata keçirə bilirsə, yəni bu cütləşmə prosesində həmin erkək növün şanslarının artırılmasını şərtləndirmiş olur.
Və burada yalnız təbii ki, əgər biz bu strategiyanı davam etdirsək, yəni bu ziddiyyət yalnız erkək növlər arasında baş vermir. Yəni bu dişi növlər arasında da, daha doğrusu dişi fərdlər arasında da həmin ziddiyyətin olmasını digər bir aspektdən müşahidə etməyə imkan verir. Yəni həmin aspektdən bir çıxış etsək, yəni bu dişi fərdlər də, yəni bunlar deməli daha optimal şərtlər təqdim edən erkək fərdlər uğrunda rəqabət apara bilirlər və beləliklə öz genetik informasiyalarını, yəni nəsil artırma funksiyasının deyək ki, nəticəsində öz offspring deyirik, yəni ingilis dilində öz nəsillərinin daha etibarlı şəkildə mühafizə olunması, qida baxımından təmin edilməsini təminat altına almağa çalışırlar. Və bu xüsusilə məsələn qrup halında yaşayan deməli dişi fərdlərdə müşahidə oluna bilir. Məsələn bonobo deyək ki, meymunlarında, yəni primatlarda, bunlarda məsələn əsas hakimiyyət desək, yəni bir primitiv şəkildə də olsa bir hakimiyyət desək, bu matriarxal bir sistemdir. Yəni dişi fərdlərin hakimiyyəti üzərində qurulmuş olan, idarəçilik üzərində qurulmuş olan bir, əgər belə demək mümkündürsə, bir heyvan birliyidir, yəni bir canlıların birliyidir və burada da məhz bir subordinasiya vardır. Yəni qrupu idarə edən, həmin birliyi idarə edən bir dişi fərd və subordinasiya xətti üzrə ona tabe olan digər dişi fərdlər. Və bu zamanda erkək fərd üzərində olan mübarizədə həmin dişi fərdlər öz subordinasiya xətti üzrə nüfuzlarından, idarə etmə imkanlarından çıxış edərək həmin rəqabətdən daha qalib çıxmağa, daha qalib ayrılmağa çalışırdılar. Və bütöv bu dediklərimizin hamısını yekunlaşdırsaq, yəni sanki bu canlılarda müşahidə etdiyimiz, yəni heyvanat aləmində müşahidə etdiyimiz bu davranışlar sanki daha mürəkkəb bir şəkildə, yəni insanlarda təzahür etməyə başlayır. Yəni biz əgər xüsusilə mərkəzi sinir sistemi daha mürəkkəb olan canlıları götürmüş olarıqsa, yəni non-human animals, yəni onları götürmüş olarıqsa və onların davranışını insan davranışı, yəni Homo sapiensin davranışı ilə müqayisə etməyə başlayarıqsa, yəni olduqca böyük oxşarlıqlara rast gələ bilirik. Yəni bu istər xüsusilə qrup şəklində yaşayan heyvanlarda, bu istər qrupun idarə edilməsi, istər orada bir əgər dırnaq içərisində qeyd etsək, hakimiyyətin formalaşması, idarəçilik mexanizminin bərqərar olması və s. Yəni bütöv bu sistemin hamısı sanki insan davranışının daha primitiv, daha sadə, daha bəsit bir təzahür formalarını özündə əks etdirmiş olur. Və ümumiləşdirsək bu nə deməkdir? Yəni biz həmin heyvanat aləmində müşahidə etdiyimiz bu ziddiyyətlər, bu konfliktlər təbii ki, zəruri şəkildə mərkəzi sinir sisteminin formalaşmasına təsir göstərir, yəni təsirsiz keçmiş olmur və insanlar da bioloji baxımdan, yəni heyvanat aləminin, canlılar aləminin bir tərkib hissəsi olduğuna görə həmin təsir mexanizmini də öz üzərlərində hiss edirlər. Yəni bizim mərkəzi sinir sistemimiz digər canlıların mərkəzi sinir sistemi ilə və yaxud ümumiyyətlə biosistemi ilə bu və ya digər şəkildə bağlıdır. Və bu və ya digər şəkildə bağlılıq, yəni xüsusilə genetik informasiya daha yaxındırsa, daha oxşar bir atributların meydana çıxmasına səbəb olur. Və biz qeyd etdiyimiz kimi, əgər digər canlılarda, yəni əgər biz istər qida, istər ərazinin əldə edilməsi, istər nəsil artırma baxımından ziddiyyətlərin, konfliktlərin olduğundan danışırıqsa, təbii insan da əgər genetik baxımdan bu canlılar ilə bağlıdırsa, eyni ziddiyyətlər, eyni konfliktlər bu dəfə daha mürəkkəb bir formada, bu dəfə daha kəskin bir formada insanlar arasında da təzahür etməlidir.
Yəni əgər belə demək mümkündürsə, insan yaranan andan etibarən, formalaşan andan etibarən müharibələrə meyillidir. Yəni mərkəzi sinir sistemi insanları məhz müharibə etməyə, konfliktlərə cəlb olunmağa sövq edir. Bundan qaçmaq mümkün deyildir. Və bütün bu dediklərimizi biz bir qədər neuroelm kontekstinə daxil edəriksə, deməli, mərkəzi sinir sistemində limbik sistem birbaşa olaraq insanların konflikt, müharibə və sairə kimi destruktiv davranışlar ilə bağlı olmasını şərtləndirir. Yəni limbik sistem dediyimiz bu insanların ümumiyyətlə əgər biz insanlar və biosistemdən danışırıqsa, təbii ki, burada insanlarla məhdudlaşaq, çox dərinə getməyək. Yəni limbik sistem insanların davranış və emosional reaksiyalarını şərtləndirən bir beynin tərkib hissəsidir, mərkəzi sinir sistemin tərkib hissəsidir və xüsusi olaraq bu limbik sistem bu sağ qalma, survival deyirik, sağ qalmaq davranışlarını idarə edir. Yəni bura qidalanma daxildir, bura nəsil artırma daxildir, bura nəslin qorunması daxildir və bura təhlükəyə qarşı cavab reaksiyası daxildir. Yəni ingilis dilində fight or flight deyirik. Yəni fight mübarizə aparmaq, yəni əgər təhlükəyə qarşı qalib gəlmə şansları təhlükə doğuran faktorlara qarşı qalib gələ bilmə şansları yoxarıdırsa, təbii insan nə edəcək? Yəni insan avtomatik olaraq mübarizə aparmağa başlayacaq və əgər bu mümkün deyilsə, yəni qalib gələ bilmə şansları, bu faktoru üstələmə şansları yuxarı deyilsə, insan qaçmağa başlayacaq. Yəni flight dediyimiz, yəni qaçıb həmin faktorlardan, həmin təhlükədən xilas olmağa çalışacaq. Yəni bu təbii ki, yalnız insanlara aid deyil, yəni xüsusilə bu genetik baxımdan bizim daha sıx bağlı olduğumuz, yəni digər canlılar, məsələn, məməlilər sinifinə xas olan fight or flight, yəni belə bir cavab reaksiyası vardır. Və bu cavab reaksiyası da limbik sistem ilə bağlıdır və limbik sistem qeyd etdiyimiz kimi bunun məsələn xüsusi tərkib hissəsi bu amigdala adlanan bir neyronal set vardır, neyronal bir şəbəkə vardır və həmin amigdala qeyd etdiyimiz kimi deməli bizim müxtəlif deməli cavab reaksiyalarımızın formalaşmasını şərtləndirir. Amma bunlar arasında xüsusilə bizim seçib ayıra biləcəyimiz bu təhlükənin qeydə alınması və ona qarşı olan cavab reaksiyasıdır. Yəni ilk növbədə əgər biz təhlükəni qeydə alan zaman ona qarşı cavab reaksiyası göstəririksə, ya ona qarşı mübarizə aparırıqsa, ya ondan qaçmağa çalışırıqsa, bu ilk növbədə həmin amigdala adlanan mərkəzin funksional fəaliyyəti ilə bağlıdır. Yəni bu mərkəz bu proseslərdə xüsusilə mühüm rol oynayır. Amma burada vacib bir məqam nədən ibarətdir? Yəni burada həmin təhlükənin qeydə alınması bəzən real şərtlər ilə bağlı olmaya da bilir. Yəni ola bilsin ki, heç real bir təhlükə yoxdur və sadəcə həmin amigdala adlanan neyronal mərkəz, yəni limbik sistemin tərkib hissəsi sadəcə təhlükənin təsirini daha da şişirdir. Yəni olmayan təhlükənin meydana çıxa biləcəyini ehtimal etmiş olur, güman etmiş olur, əgər belə demək mümkündürsə. Və başqa sözlə, hətta real şərtlər olmasa belə, əslində heç bir real səbəblər olmasa belə, qorxu, aqressiya, yəni təhlükəyə qarşı özünü müdafiə davranışının meydana çıxmasını şərtləndirmiş olur. Və bu sistem də, yəni bu amigdalanın fəaliyyət sistemi, yəni bu olduqca həssas bir sahədir və olduqca sürətlə çalışır. Yəni bu zaman buradan ayrılan impulslar hətta şuur səviyyəsinə qalxmadan belə insanda hər hansı bir davranışın meydana çıxmasını şərtləndirə bilər. Məsələn, bu mərkəzin amigdala mərkəzinin daha aktiv olduğu və həcmcə daha böyük olduğu kişi beyni, yəni kişilərin beyninə baxarıqsa,
Yəni kişilər arasında mübarizənin meydana çıxması bəzən saniyələr ərzində belə baş verə bilər. Yəni məsələn hər hansı bir söz çəp gəlirsə, hər hansı bir narazılıq varsa, hətta insan özü fərqində olmasa belə bir an sonra, bir saniyə sonra əlbəyaxa dava, fiziki mübarizəyə belə keçid ala bilər. Yəni insan bəzən fiziki mübarizəyə başladıktan sonra, yəni əslində bunun niyə belə niyə bunu etmiş olduğu, niyə bu addımı atmış olduğunu fərqinə varır və sonradan bir rasional bir qiymətləndirmə aparmış olarsa, əslində buna heç bir ehtiyacın olmadığını da belə fərqində ola bilər. Amma qeyd etdiyim kimi, amigdala, yəni bu mərkəz olduqca həssasdır, çox sürətlə fəaliyyət göstərir, çox zaman bütün proseslər şüur altında cərəyan edir, yəni insan şüurlu şəkildə bunun fərqində olmur və bu insanı bir konfliktə, bir mübarizəyə sövq edə biləcək bir olduqca həssas bir mərkəzdir. Və bunun maraqlı bir tərəfi də vardır. Yəni amigdala, bu mərkəz daha böyük olarsa, yəni belə ehtimallar, belə gümanlar vardır ki, insan hətta öldürməkdən zövq almağa belə başlayır. Düzdür, bu yalnız ehtimallardan, gümanlardan biridir. Heç də bütün alimlər, elm mütəxəssislər bununla razılaşmır, bununla razı deyirlər. Amma bir yanaşma bundan ibarətdir ki, amigdala insanda sadizm meyillərinin meydana çıxmasını haradasa sürətləndirə bilər. Yəni bu səbəb haradan gəlib çıxır? Məsələn, aparılan tədqiqatlar belədir ki, serial qatillər, yəni hansılar ki, silsilə qətllər törədirlər, yəni həmin insanların adətən beyinlərində, mərkəzi sinir sistemində amigdalanın həcmi normal insan beyni ilə müqayisədə 2 ya 3 dəfə daha böyük olur. Yəni bu danılmaz faktdır ki, yəni sadizm, öldürməkdən zövq almaq, yəni destruktiv bir impulsun güclü olması bu amigdalanın həcmcə daha geniş olması və daha aktiv olması ilə assosiasiya olunur. Yəni hansı insanda bu davranışlar varsa, yəni serial qatildirsə, sadizmə meyl varsa və yaxud dağıdıcı impuls, yəni bu impulslar çox güclüdürsə, həmin insanlarda adətən amigdalanın mərkəz deməli fəaliyyəti daha aktivdir və sahəsi daha genişdir. Yəni müqayisədə təbii ki, biz bunu qeyd edirik. Amma səbəb yalnız amigdalanın, yəni bu neyronal setin aktivliyi və həcmi ilə bağlı ola bilməz. Yəni bu daha mürəkkəb bir funksional bir sistemdir. Amma istənilən halda, yəni diqqət mərkəzinə gətirmiş olarıqsa, yəni insanların dağıtmağa, sadizm kimi davranışlar nümayiş etdirməyə, bir konfliktlərə cəlb olunmağa qarşı, yəni sanki biosistemdə bir optimal bir şərtlər vardır. Sadəcə sivilizasiya şərtləri altında, yəni insan hətta daxilində bu instinktlər olmuş olsa belə, yəni öldürməkdən zövq almış olsa belə bunu heç bir zaman üzə çıxarmayacaq. Çünki sivilizasiya sistemində nə vardır? Bir əxlaqi senzura sistemi vardır. Məsələn, əxlaqi senzura sistemi birbaşa olaraq insan beynində prefrontal korteks, yəni həmin mərkəz tərəfindən idarə edilir və hətta insanın, məsələn, amigdalanın təsiri altında bir öldürmək instinkti yaranmış olsa belə, belə bir güclü sadizm impulsları formalaşmış olsa belə, ilk növbədə həmin prefrontal korteks, yəni o həmin impulsların sakitləşməsi, onun təzahür etməsinin qarşısını almağa hesablanır. Yəni insanın mərkəzi sinir sistemi qeyd etdiyimiz kimi, əgər bir tərəfdən insanların müharibə, öldürmək, zorakılıq etmək, yəni bunun üçün bir optimal şərtlər vəd edirsə, digər tərəfdən bunun qarşısını alır. Yəni bunun bir sülh, harmoniya, bir əməkdaşlıq, yəni belə bir pozitiv sosial davranışların formalaşması üçün də optimal şərtlər vəd edir. Və amma istənilən halda nəyə gətirmək istəyirik? Yəni bu zövqün özü, yəni öldürməkdən əgər zövq alınırsa, bu heç bir zaman yox ola bilməz. Yəni ümumiyyətlə əgər zövq almaq belə bir instinkt varsa və əgər sivilizasiya bunun qarşısını kəsirsə, məsələn, əgər insan bilir ki, əgər öldürərsə, yəni bunun sonunda bir ədalət məhkəməsi vardır, insan həbs oluna bilər
Təbii bunun bir qarşılığı var və sairə var. Yəni insan həmin o senzura sistemində həmin zövqləri öz daxilində sıxışdırmağa başlayır. Yəni amma sıxışdırılmaq o demək deyildir ki, insan bundan imtina edir. Yəni insan hətta fərqində olmasa belə, yəni sadəcə öz daxilində həmin güclü impulsları daşıya bilər. Yəni biz normalda sosial həyatda insanın heç bir qanunlarını pozmadığını qeyd edə bilərik. Yəni müşahidəmiz insanın tam ədalətli, tam qanunlara tabe, heç bir destruktiv meyllərə meyl göstərməyən, destruktiv davranışlara meyl göstərməyən bir insan kimi qiymətləndirməsini apara bilər. Amma biz insanın daxilində, mental sistemində, onun dərinliklərində hansı destruktiv bir impulsların gizlənmiş olduğunun fərqində ola bilmərik. Bəzən insan özü belə bunun fərqində ola bilmir. Amma istənilən halda əgər biz müharibədən danışırıqsa, konfliktlərdən danışırıqsa, yəni bütöv bu sistemin hamısını diqqət mərkəzinə almaq lazımdır. Yəni sadəcə əlverişli geopolitik, geosiyasi kontekstlərdə, yəni hər hansı bir sosial qrupa qarşı nifrətin qızışdırılması, hər hansı bir insan qruplarına qarşı bir düşmənçiliyin təbliğ olunması kontekstində, yəni sanki bu əxlaqi senzura sistemi zəifləməyə başlayır və insanın daxilində yatmış olan, sıxılmış vəziyyətdə olan destruktiv davranışlar, sadizm, öldürməkdən zövq almaq, dağıtmaqdan, zorakılıqdan zövq almaq impulsları artıq heç bir senzura olmadığına görə asanlıqla həmin insanların sosial davranışında təzahür etməyə başlayır. Yəni ona görə də bu sahədə olduqca diqqətli olmaq lazımdır. Yəni bu xüsusilə geosiyasi kontekstdə hər hansı bir təbliğatın aparılması, hər hansı bir narrativlərin irəli sürülməsi və s. Yəni bütöv bu proseslərin hamısında diqqətli olmaq lazımdır. Çünki insanların qeyd etdiyimiz kimi neyronal sistemi insanları pozitiv sosial davranışlara, yaradıcı sosial davranışlara sövq edə bildiyi kimi bunun tam təsir effektlərini də ortaya qoya bilər. Və digər aspektdən, yəni biz təkamül prosesindən biraz kənara çıxmış olarıqsa, yəni aqressiya, dağıdıcılıq, yəni zorakılıq, yəni bunu limbik sistem, amigdala, yəni bu neyronal şəbəkə vasitəsilə izahı, yəni bu müstəvidən kənara çıxmış olarıqsa, yəni sosial psixologiya müstəvisində də, yəni insanlar arasında hər hansı bir konfliktlərin, müharibələrin meydana çıxa bilməsi üçün əlverişli bir optimal şərtlərin ola biləcəyi səbəbləri axtarıb tapa bilərik. Yəni bu yalnız neuroelmdə, yəni fərdi insanın neyronal sistemi ilə bağlı deyil, yəni bu sosial neuroelm, sosial psixologiya kontekstində də digər qəbildən olan səbəblərin axtarıb tapılması ilə nəticələnə bilər. Deməli, maraqlı bir fenomen var. Yəni bu sosial eyniyyət fenomenidir, sosial kimlik fenomenidir. Yəni bu fenomenin xüsusiyyəti bundan ibarətdir ki, insanlar, yəni insan, hər bir orta statistik insan adətən ətrafındakı digər insanları iki qrupa ayırır. Yəni özünün daxil olduğu qrupa aid olan insanlar, mənsub olan insanlar və özünün daxil olmadığı qrupa mənsub olan digər insanlar. Yəni kontekstdə, müxtəlif kontekstlərdə bu necə ola bilər? Yəni mənim inandığım dinə mənsub olan insanlar, məsələn, mən xristianam və mənim dinimə mənsub olmayan qeyri-xristianlar və yaxud dinin daxilində olan müxtəlif məzhəblər. Məsələn, mən sünniyəm, deməli bu qrupa daxil olan insanlar və qeyri-sünnilər. Yəni baxmayaraq ki, onlar da müsəlmandır, amma onlar qeyri-sünnidir, yəni digər qrupda təmsil olunur. Və yaxud etnik qrup baxımdan, yəni mənim xalqıma, mənim millətimə mənsub olan insanlar, yəni biz bir qrupuq və bizə aid olmayan digərləri. Yəni insanın neyronal sistemi adətən iki qrup insanları fərqləndirir. Yəni mənimlə eyni sosial qrupa aid olanlar və mənimlə eyni sosial qrupa aid olmayanlar. Yəni ingilis dilində bu belə adlanır,
in group members and out of group members. Yəni belə bir terminlərlə ifadə edilir. Və maraqlı cəhət ondan ibarətdir ki, insan adətən, yəni bir biosistem olaraq, yəni neyronal şəbəkənin mərkəzi sinir sisteminin təsir effekti olaraq adətən özü ilə eyni sosial qrupa daxil olan insanlara qarşı empatiya hiss edir. Yəni onlara qarşı bir mərhəmət hiss edir. Yəni kiminləsə eyni sosial kimliyi paylaşırsa, eyni sosial identifikliyə malikdirsə, həmin insanlara qarşı daha humanistdir, onlara qarşı daha empati ilə yanaşır, yəni onları sözün əsl mənasında daha çox insan kimi qavrayır. Yəni belə bir qiymətləndirmə sistemidir. Amma digərləri, yəni onunla eyni sosial qrupa aid olmayan, onunla eyni sosial kimliyi paylaşmayan insanlara qarşı isə həmin empatiya hissi daha zəif olur. Yəni həmin insanlara qarşı daha az pozitiv bir emosional reaksiya göstərir. Yəni sanki burada humanizasiya, humanistlik prinsipi bir qədər zəifləməyə doğru gedir. Və bu əslində insanın digər insanlara, yəni ətrafdakı insanlara qarşı münasibətində bir qeyri-simmetriklik yaradır. Yəni qeyri-simmetriklik, yəni hamıya qarşı eyni münasibət bəsləmir. Yəni özü ilə eyni dini qrupda təmsil olunanlar daha çox dəyər kəsb edir. Özü ilə eyni məzhəbdə təmsil olunan insanlar daha çox dəyər kəsb edir. Özü ilə eyni siyasi qrupda təmsil olunan insanlar daha çox dəyər kəsb edir. Özü ilə eyni etnik qrupda təmsil olunan insanlar daha çox dəyər kəsb edir və s. və ilax. Yəni müxtəlif rakurslardan yanaşsaq, biz burada yəni bu sosial identifiklik, sosial kimliyi müxtəlif şəkildə müşahidə edə bilərik. Və burada çox təhlükəli bir məqam bu dehumanizasiya, dehumanization, yəni bu prosesdir. Yəni bu olduqca təhlükəli bir prosesdir. Yəni insan adətən onunla eyni sosial qrupda təmsil olunmayan insanlara qarşı daha az empatiya hiss edir. Yəni bu avtomatik bir prosesdir. Bəzən insan bunun fərqində deyil. Amma bu güclənərsə, yəni bu empatiya hissi ümumiyyətlə yox olmuş olarsa, insan ümumiyyətlə həmin qəbildən olan insanlara qarşı heç bir pozitiv emosional reaksiya göstərmiş olmazsa, deməli onları daha az insan kimi qavramağa başlayarsa, yəni bu həmin insanlara qarşı destruktiv addımların atılmasının meydana çıxması ilə şərtlənə bilər. Yəni xüsusilə müharibə ərəfəsində, yəni ciddi sosial konfliktlər, siyasi konfliktlər, hərbi konfliktlər öncəsi, yəni bir növ müxtəlif narrativlər vasitəsilə, yəni bu siyasi, dini, tarixi və s. narrativlər ola bilər. Onlar vasitəsilə sanki qarşı tərəfə qarşı həmin dehumanizasiya prosesləri gücləndirilməyə başlayır. Yəni onsuz da insan neyronal sistem olaraq, yəni onun təsir effektini öz üzərində hiss eləyərək, yəni bu qəbildən olan insanlara qarşı onsuz da müqayisədə daha az empatiya göstərmiş olur, daha az pozitiv emosional reaksiya göstərmiş olur. Amma müxtəlif narrativlər, yəni dini, siyasi, tarixi və digər narrativlər, yəni bu meylləri, bu instinktləri yəni gücləndirməyə doğru gedərsə, onda həmin müharibələrdən, konfliktlərdən qaçmaq mümkün olmur və qeyd etdiyimiz, bir qədər əvvəl qeyd etdiyimiz kimi, yəni insanlar hətta digər özlərindən olmayan, digər sosial kimliklərdə təmsil olunan insanlara qarşı edilən zorakılıqlardan, onlara qarşı törədilən aqressiyadan hətta zövq almağa başlayır. Yəni bunu müxtəlif adlar altında qoya bilər. Yəni sanki ona elə gələ bilər ki, biz düşməni cəzalandırırıq, yəni biz düzgün olmayan insanları cəzalandırırıq, biz günahkarlara cəza vermiş oluruq və s. və axır. Yəni insan sanki belə bir qavrayış adı altında özünə bəraət qazandırmağa çalışa bilər, amma neyronal baxımından, neyromüstəvidə bu sadəcə olaraq insanın, yəni bir qədər əvvəl nəzərdən keçirdiyimiz kimi, sadəcə öldürməkdən, zorakılıqdan, işgəncə etməkdən, müəyyən sadistik davranışlar
sərgiləməkdən, nümayiş etdirməkdən aldığı bir zövqlə bağlıdır. Və biz amigdala, yəni bunun üzərinə qayıtmış olarıqsa, deməli amigdala sadəcə olaraq bu təhlükənin qeydə alınması və buna qarşı cavab reaksiyası ilə bağlı deyil. Bu həm də insanda müəyyən anlamda zövq almaq, yəni zövq ala bilmək, yəni belə bir davranışların da olmasını şərtləndirir. Və bu zaman dopaminin ifraz edilməsi baş verir və dopaminin ifraz edilməsi, yəni bu insanda sadəcə təhlükəyə qarşı cavab reaksiyası ilə müşahidə edilmir, həm də dağıtmaqdan, yəni destruktiv davranışlar, öldürmək və s.dən alınan zövqün də, həzzin də yaranmasını gətirib çıxarır. Və bu aspektdən biz, yəni xüsusilə dehumanizasiya, yəni bu prosesin üzərində dayana bilərik. Yəni olduqca vacib bir tədqiqat sahəsidir bu. Qısaca qeyd etsək, məsələn, psixoanalizə keçid alsaq, yəni freydizmə keçid alsaq, yəni freydizmə görə hər bir insanda iki deməli instinkt vardır. Var eros, yəni həyat və ya seksual instinkt və ikinci thanatos, ölüm instinkti. Və thanatos instinkti xüsusilə, yəni bizim indi müzakirə etdiyimiz kontekstdə bu dehumanizasiya ilə bağlıdır. Yəni ölüm instinkti iki istiqamətdə fəaliyyət göstərə bilər. Söhbət freydizmin yanaşmasından gedir. Birinci istiqamət bu insanın özünə qarşı yönəlmiş olan bir dağıdıcılıq bir effektidir. Yəni insan yalnız yaşamağa meyl göstərmir, bəzi hallarda ölməyə, özünü təhlükələrə, risklərə atmağa da meyl göstərir. Belə bir davranışları biz müşahidə edə bilirik. Amma bu təbii ki, insanın bioloji mövcudluğunu təhlükə altına aldığına görə bəzən bu thanatos, bəzən yox, bir çox hallarda yəni bu ölüm instinkti insanın özünə qarşı deyil, yəni ətraf mühitə qarşı, ətraf aləmə qarşı yönəlmiş olur. Yəni insan özünə ziyan yetirmək, özünü təhlükəyə atmaq, risklər ilə qarşılaşmaqdan daha çox həm də ətraf mühitdə bir dağıdıcılıq funksiyasını, bir zorakılıq funksiyasını icra etməyə başlayır. Və təbii ki, bunun daha ekstrem bir forması, əgər canlılara qarşı ziyan vermək, onlara işgəncə vermək ilə paralel gedirsə, bu artıq sadizm meyillərinin güclənməsi sadizm deməkdir. Amma burada sadizm, yəni bunun üzərində biz dayansaq, bu yalnız dağıdıcılıq deyil. Yəni dağıdıcılıq, əgər biz xalis tanatosu götürmüş olarıqsa, bu xalis dağıdıcılıq, destruktiv bir sistemdir. Bir impulsdur, bir instinktiv bir sistemdir və s. Amma sadizmdə, yəni qeyd etdiyimiz kimi bir qədər əvvəldə dağıdıcılıq ilə paralel bir də həzz alma, bir də zövq alma paralel gedir. Yəni sanki burada thanatos ilə eros arasında bir kombinasiya yaranır. Yəni insan bir halda dağıdır, işgəncə verir, yəni destruktiv bir davranışlar icra etməyə başlayır. Buna paralel olaraq bundan sanki bir zövq almağa başlayır. Bundan bir həzz almağa başlayır. Və təbii ki, bu psixoloji baxımdan, mental baxımdan sağlam bir mövqe deyildir, sağlam bir şey deyildir. Amma əgər biz neyronal və yaxud psixoloji müstəviyə keçid alarıqsa, yəni əslində müzakirə etdiyimiz də həmin sahədir. Yəni hər bir insanın, yəni mental sisteminin dərinliklərində bu və digər şəkildə bu qəbildən olan instinktlərin, meyillərin ola bilməsi ehtimalı vardır. Yəni biz demirik ki, bu 100% belədir, amma ehtimal hər halda vardır. Və bu ehtimal yəni əlverişli bir sosial şərtlər altında, yəni insanların müharibə, siyasi konfliktlər, müxtəlif hərbi konfliktlər, yəni bir müstəvisinə daxil olması və bu zamanda yalnız onlardan əzab çəkməsi, onlardan qorxması deyil, eyni zamanda bunlardan da bir zövq ala bilməsi davranışlarını nümayiş etdirə bilər. Yəni çox sadə şəkildə qeyd etsək, məsələn, necədir? Yəni biz adi normal sosial həyatda təbii ki, heç kimi öldürmək mümkün deyil. Yəni bunun bir cinayət məsuliyyəti var, bunun bir çox ağır bir cavablandırılması ola bilər. Amma müharibə, yəni və yaxud hərbi konfliktlər zamanı qarşı tərəf, yəni bu
digər sosial qrupdan olan insanlar kimi təqdim edilir. Yəni bu insanlara qarşı yəni bir dehumanizasiya meyllər baş qaldıra bilir və bu zaman insanın mərkəzi sinir sistemində, yəni qeyd etdiyimiz prefrontal korteks, yəni bu sahədə əxlaqi senzura sistemi zəifləyir və yaxud tamamilə aradan qalxmış olur və insanın daxilində olmuş olan tanatos, ölüm instinkti, yəni bir çox hallarda sadizm meylləri ilə paralel şəkildə heç bir maneə olmadan, heç bir təhlükə hiss etmədən sosial davranış şəklində əks olunmağa başlayır. Yəni insan bilir ki, öldürsə də, işgəncə etsə də, yəni hər cür amansızlıq etsə də heç bir cəza ona təsir etməyəcək. Çünki bu müharibə şəraitində baş verir, hərbi konflikt şəraitində baş verir və bu zaman qurbanlar digər sosial qrupdandır. Və yaxud insan güman edə bilər ki, etdiyi amansızlıq, işgəncə, zorakılıq onun üçün daha az ehtimalla müəyyən bir neqativ əks təsirlər doğura bilər. Yəni belə bir baxın qiymətləndirmə sistemidir. Və bütöv bu dediklərimizdən biz daha əlavə hansı səbəblərə keçid ala bilərik və bu səbəblərdən biri də yəni bu koqnitiv sistemdir. Yəni koqnitiv sistem və qərar qəbul etməyin belə bir mexanizm üzərində də biz düşünəriksə, yəni insan beyninin müəyyən şərtlər altında əslində insanı müharibəyə sövq edə biləcəyinə rast gələ bilərik. Və insan davranışı, yəni belədir ki, koqnitiv sistemi belədir ki, adətən insanın qərar verməsi, rasional düşünülmüş, ətraflı müzakirə edilmiş bir şəkildə qərar verməsi üçün optimal şərtlər olmaya bilir. Yəni biz deyə bilmərik ki, insan hər zaman düşünə biləcək qədər deməli zamana malikdir və yaxud bütün informasiya insan üçün açıqdır və insan uzun düşüncədən sonra bir optimal qərar qəbul edə biləcək. Yəni belə bir şey yoxdur. Məsələn, belə bir yanaşma var, bu koqnitiv elmdə var, yəni evristik yanaşma. Evristik yanaşma necədir? Yəni əgər rasional qərar qəbul etmək üçün şərtlər əlverişli deyilsə, məsələn zaman azdırsa, informasiya məhduddursa, insan ola bilsin ki, optimal olmayan, ola bilsin ki, mükəmməl olmayan, ola bilsin ki, rasional olmayan, amma indiki şərtlər altında kifayət edici, qane edici qərarlar qəbul edə bilər. Yəni belə bir qərar qəbul etmə mexanizmi vardır. Yəni bu əslində sosial həyatda olduqca effektivdir. Yəni biz hər zaman, yəni bütöv şərtlər altında rasional düşünmək üçün zamana, informasiya və digər şərtlərə malik olmaya bilirik. Və bu zaman biz sadəcə sürətli, evristik şərtlər altında həmin qərarı qəbul etməyə çalışırıq. Yəni qeyd etdiyim kimi bu ola bilsin rasional deyil, ola bilsin mükəmməl də deyil, optimal da deyil, amma indiki şərtlər altında, yəni bu necədir? Bu qane edicidir. Bu olduqca müsbət bir mexanizmdir, yəni insanın neyronal sistemi üçün. Amma bunun da özünün mənfi tərəfləri var. İngiliscə desək drawbacks, yəni belə bir hissələri vardır. Birinci mənfi cəhəti ondan ibarətdir ki, insan adətən təsdiq etməyə meyl göstərir. Yəni əgər biz fərdlərdən danışırıqsa, insanlar adətən özlərinin əvvəlki inanc sistemi ilə uyğunluq təşkil edən, onlarla uzlaşan qərarlar verməyə çalışırlar. Yəni ingiliscə confirmation bias deyirik də həmin şeyə. Onu təsdiq etməyə çalışır. Yəni insanlar adətən buna çalışır. Və yaxud insanlar təhlükəni daha da şirtməyə meyllidir. Yəni ola bilsin ki, rəqib qruplar tərəfindən gələn təhlükə siqnalları insanların qəbul etdiyi qədər, qavradığı qədər təhlükəli deyildir. Amma həmin evristik şərtlər altında, yəni əgər rasional deyilsə, optimal deyilsə və qiymətləndirmək üçün zaman kifayət qədər deyilsə və s. insanlar adətən rəqibdən gələn, qarşı tərəfdən gələn təhlükəni işitməyə meyllidir. Yəni bu insanın mərkəzi sinir sistemi üçün xas olan bir xüsusiyyətdir. Və digər tərəfdən insanlar adətən kompromisə meylli olmurlar. Yəni bu şərtlər altında insan beyni çalışan zaman. Və insanlar bir tərəfin qalib olmasını avtomatik olaraq digər tərəfin məğlub olması kimi qavrayırlar, qiymətləndirirlər.
Və insan heç bir zaman insan beyni belə bir qiymətləndirmə aparmır ki, ola bilsin ki, bu situasiyadan hər iki tərəf qalib çıxa bilər. Yəni həm siz qalib çıxa bilərsiniz, həm sizin rəqibiniz. Həm sizin mənsub olduğunuz sosial qrup qalib çıxa bilər, həm də sizin mənsub olmadığınız və sizin qrup ilə rəqib olan digər sosial qrup da qalib çıxa bilər. Yəni hər iki tərəfin qalib çıxa bilməsi, yəni adətən bu qərarların qəbul edilməsi zamanı mümkün variant kimi nəzərdən keçirilmir. Və bu da əslində, yəni əslində qeyd etdiyimiz kimi xüsusilə maraqlı bir cəhətdir. Yəni neuroiqtisadiyyat bir sahəsi vardır. Neuroiqtisadiyyat sahəsinə görə, yəni bu kontekstdə qərar qəbul etmə adətən emosional və rasional sistemlər arasında bir qarşıdurmanın yaranması ilə şərtlənir. Yəni sanki bir tərəfdə bir emosional cəhətdən qərar qəbul etmə var, digər tərəfdən rasional. Əgər stres, qorxu və yaxud zaman təzyiqi varsa, emosional tərəf daha üstün gəlmiş olur. Yəni insan rasional qərardan daha çox emosional qərar qəbul etmiş olur və bu emosional qərar əgər təhlükənin şişirdilməsi varsa və əgər qarşı tərəfə qarşı heç bir kompromisin olması yoxdursa, bu zaman artıq zəruri şəkildə müharibəyə, ziddiyyətlərə və s. Gətirmiş olacaq. Yəni belə, başqa bir cəhətdən, yəni müharibə haqqında biraz da əlavə informasiya verməli olsa, müharibə necədir? Bu yalnız əzab deyil, qeyd etdiyimiz kimi bunun bir zövq tərəfləri də vardır insan beyni üçün. Yəni bu sadizm kontekstində öldürməkdən zövq alma kontekstində biz bunu bir qədər əvvəl ətraflı şəkildə müzakirə etdik. Amma deyə bilərsiniz, yəni insanlar arasında sadizm meyllərinin olması, yəni bunun güman edilməsi, yəni olduqca qüsurlu bir yanaşma ola bilərdi. Razıyam. Yəni bu sadəcə bir ehtimaldır, bir gümandır və biz qeyd etmirik hər bir insanda bu instinktlər, bu impulslar güclüdür. Sadəcə güman etmək olar ki, heç də az olmayan insan qruplarında bu vardır. Amma istənilən halda, yəni müharibə insan beyni üçün bir mükafat vəd edən bir mexanizmdir. Yəni hətta sadizm meyli yoxdur, amma müharibənin bir qalib gəlmə tərəfi vardır. Yəni kimsə müharibədən qalib çıxır, hansısa bir fərd, hansısa bir sosial qrup müharibədən qalib çıxır. Yəni müharibədə qarşı tərəf rəqib üzərində bir üstünlük əldə etmiş olur. Və bu üstünlük, yəni bu hətta psixoloji üstünlük olsa belə, bu hətta sadistik, qeyri-sadistik bir meyllər ilə müşahidə olunmasa belə, insan beyni üçün bir mükafat sistemidir. Yəni dominantlıq, qarşı tərəf üzərində dominantlıq adətən insan beyni üzərində bir ləzzət almaq, həzz almaq, yəni bundan bir zövq almaq hisslərinin yaranması ilə müşahidə oluna bilər. Yəni belə bir impulsların yaranması ilə müşahidə oluna bilər. Və neuroelmə biz inanmış olarıqsa, neuroelmə görə, yəni qalib gələn zaman, yəni bu istər müharibədə, istər deyək ki, fərdi konfliktlərdə ola bilsin, istər debatlarda, yəni biraz konteksti biz dəyişə biləriksə, yəni bu insan beynində dopaminin ifraz olunmasını sürətləndirir. Və insan sadəcə həqiqəti sübut etməyə çalışmır. İnsan sadəcə ədaləti bərpa etməyə çalışmır. Yəni müxtəlif kontekstlərdə indi mən qeyd edirəm bunu. Məsələn, debatlardır və yaxud müharibələrdir və yaxud şəxsi konfliktlərdir. İnsan həm də qalib gəlməkdən zövq almağa çalışır və adətən də qalib gələn zaman bundan zövq alır. Yəni sadəcə qalib gəlməyin özündən zövq alır. Yəni başqa heç bir şeydən deyil. Çünki qeyd etdiyimiz kimi bu insan beynində dopaminin ifrazını gücləndirmiş olur. Beləliklə biz ümumiləşdirsək bugünkü müzakirəmizi, müharibə yalnız destruktiv bir sistem deyil, yəni insan beyni üçün həm də həzz yaşadan, insan beyninə zövq yaşadan bir sistemdir. Və qeyd etdiklərimiz adətən insan beyninin, yəni avtomatik idarəetmə sistemidir və biz çox zaman bunun fərqində olmuruq. Yəni ona görə də biz adətən müharibələri bir tarixi, bir dini, siyasi, iqtisadi və s. səbəblər ilə daha çox izah etməyə meylli oluruq və amma əslində müharibələrin siyasi deyil, yəni burada mən siyasi sözünü işlədirəm, daha çox
hərbi konfliktlər, yəni siyasi deyil, hərbi konfliktlər, yəni hərbi konfliktlərin arxasında dayanan, yəni bir nevropsixoloji perspektiv adətən diqqət mərkəzindən qaçır. Və bunların diqqət mərkəzinə gətirilməməsi, onların araşdırılmaması əslində müharibələrin də aradan qaldırılmasını mümkünsüz edə biləcək bir faktorlardır. Və buna görə də əgər biz bəşəriyyətin daha üstün bir inkişaf mərhələsinə qədəm qoymasını istəyiriksə, yəni müharibələrdən azad və yaxud onların daha az olduğu bir optimal inkişaf mərhələsinə qədəm qoymasını istəyiriksə, deməli ilk növbədə, yəni mərkəzi sinir sistemində bunun üçün əlverişli optimal şərtlər yarada bilən səbəbləri araşdırmalıyıq, onların fəaliyyət mexanizminə təsir edə bilmə üsullarını müzakirə etməliyik. Yəni xüsusilə məsələn təhsildir, mediadır, yəni kütləvi informasiya vasitələridir, müxtəlif debatlardır, eyni zamanda tarixi narrativlərdir, dini narrativlərdir və s. Yəni bütöv bu kontekst istənilən halda insan beynində dağıdıcı, zorakılıq, işgəncə etmə, dehumanizasiya və s. kimi davranışlara nə dərəcədə təsir göstərə bilmə ehtimalları əvvəldən hesablanmalıdır. Əgər bütöv bu ehtimallar nəzərə alınmazsa, yalnız həqiqət axtarışında olarıqsa, sadəcə bir dini mühakimənin din kontekstində, tarixi mühakimənin tarix kontekstində, bir fəlsəfi mühakimənin fəlsəfə kontekstində, bir təhsil sistemini yalnız təhsil kontekstində və s. məhdudlaşdırmış olarıqsa və bunun insan beynində olan dağıdıcı, yəni ölüm instinkti, Thanatos instinktlərinin gücləndirməsinə olan mümkün təsirlərini nəzərə almarıqsa, onda əslində biz istənilən effektiv, yəni inkişaf, harmoniya, əməkdaşlıq, sülh və bu aspektdən olan deyək ki, müsbət dinamikaya nail olma ehtimalımızı aşağı salmış oluruq. Beləliklə, bugündən müzakirə etmək istədiklərimiz bu qədər. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Diqqətinizə görə minnətdaram.